Üzünüzün baxın bu hissələrində ağrılar olursa, daim burnunuzdan və ağzınızdan çirk gəlirsə, başınız ağrıyırsa, bu el arasında qaymarit deyilən xəstəliyin əlamətidir. Nədən yaranır bu xəstəlik? Çox vaxt soyuq dəymə və qripdən sonra sinuslar deyilən burun ətrafı və alın ciblərində bakterial mühit, yəni çirk yaranır. Bu çirk təmizlənmədikdə isə çoxalır. Nəticədə burun tutulur. Burunun içəri hissəsindən boğaza çirk axır. Alnın baxın bu hissələrində keçməyən ağrı, ağızda pis qoxu və halsızlıq yaradır. Əgər sizdə də bu cür şikayətlər varsa, Sinusol Majoran burun spreyindən istifadə edə bilərsiniz. Bu spreyin ilk növbədə bildirim ki, əks təsirləri yoxdur, yəni asıllıq yaratmır. Tərkibi tam olaraq təbii bitkilərdən, antiseptik, antiviral və iltihab əleyhinə təsir göstərən majoran bitkisi, reyhan, propolis və dəniz duzundan hazırlanıb. Bu maddələr sinusit, qaymarit, soyuq dəymə və özəlliklə qrip zamanı burun cibləri dolubsa, yəni nəfəs ala bilmirsinizsə, burun ətrafı və alın hissədə yığılan çirkləri parçalayır. Nəticədə isə burun açılır, baş ağrılarınız yoxa çıxır, halsızlıq, ağızda pis qoxu halları da aradan qalxır. İstifadə qaydası gün ərzində 2-3 dəfə hər burun dəliyinizə 1-2 dəfə sprey püskürtməyiniz kifayət edir. Serbe istehsalı Sinusol Majoran burun spreyini bütün apteklərdən əldə edə bilərsiniz.